Polikistik yumurtalıq sindromu özünü hansı əlamətlərlə göstərir? Ultrasəs müayinədə yumurtalıqlarda çox saylı xırda folikulların görünməsi, aybaşı dövrlərin uzanması və ya nizamsızlığı, bəzən aylarca aybaşının olmaması, ovulyasiya nadir hallarda olması və ya ümumiyyətlə olmaması, tüklənmənin, üzdə və bədəndə sivilcələrin artması, çəki artımına meyillilik və insulin müqaviməti ilə. Qeyd etmək vacibdir ki, bəzi qadınlarda aybaşı nisbətən müntəzəm ola bilər, amma buna baxmayaraq ovulyasiya keyfiyyətsiz və ya ümumiyyətcə olmaya bilər. Polikistik yumurtalıq sindromu zamanı sonsuzluğun əsas mexanizmi xroniki anovulyasiyadır. Yəni, ovulyasiya baş vermədikdə yumurta hücrəsi yetişmir və yumurtalıqdan çıxmır və təbii yolu hamiləlik ehtimalı olmur. Belə pasientlərdə hamiləlik planlanılırsa, ovulyasiyanı bərpa edib metabolik fonu normallaşdırmalıyıq. Bu məqsədlə ovulyasiyanın olub-olmadığını ilk olaraq ultrasəs ilə baxmalıyıq. Öz başına ovulyasiya baş vermirsə, dərman ilə stimulyasiya olunur. İnsulin müqaviməti və çəki qiymətləndirilir. Həyat tərzi və qidalanma korreksiyası aparılır. Müalicə fərdi planlanılır və pasientin yaşı, çəkisi və hormonal profili mütləq nəzərə alınır. Yəni, polikistik yumurtalıq sindromu sonsuzluqla assosiasiyalı olsa da, düzgün diaqnoz və uyğun müalicə ilə hamiləlik mümkündür.